Misirdə Şəhrur adında həmən o kafir Quranı kefi istədiyi kimi yozur. Necə? Məsələn, kefi istədiyi yerdə kəlmənin mənaları eyni olur. Bu öz qaldırdığı bayrağı yoxdur. Dünyasını dəyişib adam. Adı Şəhrurdur. Deyir ki, məsələn, bu salavat çəkmirik. Allahümmə salli ala Muhammed və ali Muhammed. Belə bir şey yoxdur. Elə bir Allah deyir salavat çək, sən də Allaha deyirsən, sən də salavat çək. Başqa ayəni bura gətir. Kefi istəyəndə salavatın mənası olur eyni. Amma müəyyən məqamlar var ki, orada çatanda deyir, yox, burada başqa mənadadır. Burada başqa mənadadır. Yəni, keflə müqayisələr aparır öz əqidəsinə uyğun. Amma Əhl-i Beytdən bizə yetişən kəlamlarda salavatın önəmi nə qədər belə deyək də çox önəmli bir şeydir. Və salavat da qurulur Əhl-i Beytin üstündə. Yəni salavatı inkar eləyənin məqsədi Əhl-i Beyti inkar eləməkdir. Cəmaatı Əhl-i Beytdən neyləmək? Uzaq salmaq ki, Əhl-i Beyt yəni, nə qədər Əhl-i Beytə bağlantı bağ varsa, onu çalışır kəssin. Yəni, o ərəb çox belə deyək də, planlı biri olub. Elə toxum səpib ki, dünyanın hər yerinə gedib çıxıb. Dünyanın hər yerinə gedib çıxıb. İndi Qurani adı ilə məşhurdular da bunlar. Bax, Həzrəti Əli əleyhissalamdan bizim kitablarımızda da var. Mən Əhl-i Sünnət kitabından misal gətirim. Nuriddin Heysəminin Məcmə'üz-Zəvaid adında kitabı var. Həmən o kitabda 10-cu cild, hədisin nömrəsi 17278. Kitabın sahibi buyurur, Rəvahut Tabarani, İmam Təbərani Əl-Əvsət, Mü'cəmül-Əvsət kitabında bu hədisi gətirib, və ricaluhu siqat, ravilər hamısı düz danışandır. Yəni, hədisi nəql eləyən insanlar heç biri yalan danışan deyil və heç birindən də yalan müşahidə olunmuyor. Yəni, hədis səhihdir. Hədisdə nə gəlir? Həzrət Əli əleyhissalamdan nəql olunur, buyurur ki, kullu dua məhcub hətta yusalla alə Muhammed və ali Muhammed. Deməli, bütün dualar məhcubdur. Məhcub yəni hicab, maniyə. Dua eləmirsən, ya Allah, xəstələrə şifa ver. Həzrət Əli deyir, kullu dua, bütün dualar məhcub, maniyədir. Qalxmasına, qəbul olunmasına bir maniyə var. Nə vaxta qədər? Peyğəmbər və ali Peyğəmbərə salavat göndərilənə qədər. İndi Peyğəmbər və ali Peyğəmbərə salavat necədir, onu öyrədəcəm sizə. İndi yavaş-yavaş gələcək, o Şəhrurun bütün zirzibilinə hamısına cavab verəcəm, amma mənə biraz möhlət verin. Deməli, bütün dualar hicabdadır, maniyədədir, Peyğəmbər və ali Peyğəmbərə, Peyğəmbər yox, fəqət Muhammed və ali Muhammədə salavat göndərilənə qədər, indi bu qədər müsəlman var. Salavatı belə çəkirlər. Sallallahu aleyhi və səlləm. Yalnız Peyğəmbərə salavat olsun. Yalnız Peyğəmbərə salam olsun. Amma səhabələr, Peyğəmbərin özündən gələn kəlamlarda Ali Muhammed var. Yəni, Ali Muhammedsiz dualar nə olacaq? Muhammedsiz dualar nə olacaq? Heç biri qəbul deyil. Yəni, fəqət Muhammed deyib keçəsən qəbul deyil. Ali Muhammed deyib keçəsən Muhammedsiz yenə də qəbul deyil. Bu nə olmalıdır? İkisi bir yerdədir. Həmən bu hədisi, yəni bilirsiniz niyə gülməli deyirəm. Əlbani deyilən bir sələfi alimi var. O da dünyasını dəyişib. Peyğəmbərin namazı vəsfi adında bir kitabı var. Peyğəmbər namazı. Orada bu hədisi gətirir, amma salavat yazanda Ali Muhammedsiz yazır. Və hədisin səhihliyini də qeyd eləyir ki, deməli, Təbərani Mü'cəmində qeyd eləyib və bu rivayətin sənədi səhihdir filandır.
sallallahu aleyhi və səlləm. Yalnız Peyğəmbərə salam, salavat olsun. Əməl elə də buna da. Ailəsindən düşməndir. Yəni, hədis var. Yəni, deyir, Ali İbrahim deyəndə üzləri gülür. Ali Muhammed deyəndə üzlərinə zülmət, qəzəb gəlir. Elə bir içdən Əhl-i Beytə qarşı narahatçılıq var. Deməli, adicə bir də Allahümmə salli ələ Muhammed və Ali Muhammed elə olmur, yox. Sən bunu çəkəndə, belə deyək də, o Fəxrəddin müəllimin əlcəyi. Əlcəyin içindən gedir söhbət. Muhammed, bəlli, Peyğəmbərimiz. Ali Muhammed sənin üçün həll olub, ya yox? Yəni, axı, bu deyirsən də, Allahümmə salli ələ Muhammed, Muhammedə Peyğəmbərimdir, filandır, filandır. Cüzi miqdarda məlumatım var. Ali Muhammed, yəni ailəsi. Ailəsi deyəndə Peyğəmbərin əmsi ora daxildir, bibisi ora daxildir, xalası ora daxildir, nəvəsi ora daxildir, kürəkən ora daxildir. Peyğəmbərin nə qədər kürəkəni var? Kürəkənlər ora daxildir. Yəni, bu şeylər sənin üçün həll olub, ya yox? Çünki mesaj belədir. Salavatsız düzgün salavatdır. Peyğəmbərə salavat çəkib dayanmaq düzgün deyil. Peyğəmbər bar-bar bağırır ki, Ali Muhammed, necə Ali İbrahimə, mənim də alimə o cürünə. Sən al axtar və ona əməl elə. Qoy sənin üçün başqaları olsun. Bizi üçün başqaları olsun. Amma özü xilas elə ki, qiyamət günü sorğu-sual olunanda ki, sən salavat göndərirdin, Peyğəmbər deyə ki, Ali Muhammedə salavat göndər, sən niyə göndərmirdin? Alimlərimiz belə deyirdi, alimlərlə o xilas eləməyəcək səni. O səni nədir? Xilas eləməyəcək. Deməli, hər bir dua hicab altındadır, qarşısında maniyə var. Muhammed və Ali Muhammedə salavat göndərənə qədər. Göndərdin, o maniyə nə olacaq? Götürüləcək. Ali Muhammeddən ən fəal üzvlərindən biri Fatimə Zəhra salamullahi əleyhadır. Xanım Fatimə Zəhra salamullahi əleyha. Xanım Fatimə Zəhra Ali Muhammeddir. Bunu belə deyə də Vəhabi də qəbul eləyir, Şiə də qəbul eləyir, Zeydi də qəbul eləyir, İsmaili də qəbul eləyir, hamı. Yəni, heç kim deyə bilməz ki, Fatimə Ali Muhammed deyir. Qadın kimi qadındır və Əhl-i Beyt, yəni Şiə əqidəsi ilə də Əhl-i Beyt Ali Muhammedə daxil olur, Sünni əqidəsi ilə də Ali Muhammed və Əhl-i Beytə daxil olur. Mümkündür. Fatimə Zəhranı, Həzrət Əlini çıxarda bilərsən. Həsən Hüseyni çıxarda bilərsən. Amma Fatimə alınmır. Yəni, Peyğəmbərin qadınları, yəni qadın cinsi qismində, Fatimə Zəhra da qadın cinsindən də, istədin də istəmədin də o daxil olacaq ora. Hər əqidə ilə Fatimə Ali Muhammeddədir. İndi sən salavat çəkirsən hər gün və salavatın içində Fatimə yoxdursa, deməli sən yəni boş yerə elə bir kəlməni Peyğəmbər deyir ki, məsələn, namazı üzü qibləyə qılacaqsınız. Qiblədə Kəbədir. Tunisdə və yaxud Tunisdə, məsələn, Qəbr-i Rumiyyə deyilən yer var. Bir qism müsəlman deyir ki, Kəbə, həqiqi Kəbə oradadır. Əl-Cəzairdə daha doğrusu. Və bir qismdə deyir ki, o Petra deyilən yerdədir və bir qismdə əksəriyyət deyir, Kəbə, Məkkədə olan həmən o evdir. Xüsusən bu Quranilər ki var, bu Şəhrur və onun adamları Azərbaycanda və yaxud İranda, İraqda, hər yanda var. Bunlar Kəbədə olanı qəbul eləmirlər.
bu Səudiyyə ki, həccə gedirik, onu qəbul eləmirlər. Niyə? Deyirlər, çünki Quranda ayə var ki, bu Məkkə dediyimiz yerin yanında dəniz var. Və dənizdə də gəmilər. Səudiyyədə gəmi nə gəzir? Məkkədə nə gəmi? Quraqlıq olan su tapmırlar içməyə. Gəmilər keçsin, dəniz məhsulları tutsunlar. Hələlik deyə bilmirlər, qorxurlar. İndi bir müddət sonra bunu da deyəcəklər ki, bu həccə getmişsiniz ha, illər boyu. Səhv getmişsiniz. Yəni sizi dəvə səhv aparıb. Quranda ayə var, Kəbənin yanında dəniz olmalıdır. Hələlik qorxurlar. Yəni bizim problemlərimiz hələ qabaqdadır. Yəni illər boyu çəkdiyiniz salavat səhvdir. İllər boyu getdiyiniz də həcc nədir? Səhvdir. Niyə? Çünki Kəbə evin yanında dəniz olmalıdır.